Mən Azərbaycan vətəndaşı olaraq yenə də üzümü dövlət rəhbəri cənab prezident İlham Əliyevə tutaraq müraciət edirəm. Cənab prezident, xahiş edirəm vətəndaşlar tərəfindən sizə olunan şikayət məktublarına, sosial şəbəkələrdən çağırışlara müsbət reaksiya verilsin. Çünki siz özünüz dəfələrlə demişdiniz ki, məmur özbaşınalığı haqqında, məmur zülmü haqqında mənə məlumat verin, mənə siqnal verin. Bugün məmur zülmü pik həddə çatmışdır. Sizə müraciət edən də məmurların zülmünə qalan, məmur zülmündən əziyyət çəkən, məmur xaosuna maruz qalan Azərbaycan vətəndaşlarıdır. Bugün biz hansı ölkənin rəhbərinə, hansı ölkənin liderinə, hansı ölkənin prezidentinə müraciət edək ki, Azərbaycan Respublikasının məhkəmə qətnammaları icra olunsun. Bugün biz Azərbaycan vətəndaşı olaraq yalnız sizə müraciət etməliyik və bu qanunsuzluqlara son verilməyini sizdən xahiş eləməliyik. Bugün gör vətəndaşı nə hala gətirib çatdırıblar ki, görün məmur zülmü nə hala gəlib çatıb ki, bir xanım sosial şəbəkələrdən Azərbaycan bayrağını parçalayaraq öz etirazını bildirir. Onu bu xanım elədi, xeyr. Onu bu zülmə maruz qoyan məmurlar elədi. Qanun bilməyən, iş bilməyən, savadsız məmurlar. Xanım gör nə qədər şikayət eləyib ki, mənim kimi axırda bezib Azərbaycan Respublikasının bayrağını parçalamışdı. Bunun günahını xanımda yox, həmin ona zülm eləyən məmurlarda axtarmaq lazımdır. Bugün o xanımı qınaq mərkəzinə çevirən şəxslərdir sözüm. Siz onu xanımı qınaq mərkəzinə çevirməkdənsə, həmin məmurlara deyin sözdür ki, ay xanımın niyə dərdinə baxmadılar? Çünki bəlkə də mənim kimi o da əlində məhkəmə qətnamaları illərdir ki, cənab prezident, sizin köməkçiləriniz başda olmaqla 100-ə yaxın dövlət qurum rəhbərlərinin qabulunda olub bəlkə də. Necə ki, mən olmuşam. Bu günləri arxasını kresloya dayayan dövlət məmuru öz yan yörəsinə savadsız, iş bilməz şəxsləri gətirib öz yan yörəsində yerləşdirir. Niyə? Pul yığmaq üçün, rüşvət yığmaq üçün, rahat öz üçün həyat qurmaq üçün öz yaxınların, öz qohum əqrəbasını gətirir yanına. Öz yanında yer olmayanda da digər dövlət qurumlarında yer edir onu. Niyə? Xalqı əmmək üçün, xalqın bir manatına belə göz dikmək üçün. 5 ildən artıqdır ki, Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə qətnamaları əlində mən qapı-qapı gəzirəm. Nə üçün? Nəyə görə? 2000, 1500, 2000, 3000 maaş alan bir məmur milyonluq Azərbaycanda həyat tarzı sürürsə, milyonluq maşınlarda, milyonluq villalarda gəzirsə, amma milyardları Azərbaycandan bayra çıxadıb özləri üçün 50-60 dənə villa ala bilirsə, o günləri bir icra başçısının oğlunu dedilər. Mən Rumuniyada alıb harada 50-60 dənə villa alıb. Nə üçün? Digərləri milyardları çağırdılar, özləri üçün restoranlar, 1000 dənə obyektlər açırlar xaricdə. Demək, bu məmurların Azərbaycandan çıxartmaya 5 milyardları, 10 milyardları, demək, dövlətin buna gücü çatır, bu məmurlar oğurlasınlar, geçsin. Amma dövlətin adından çıxardılan məhkəmə qətnamalarının 5-10 manatını ödəmək üçün bu dövlət qurumlarının gücü buna çatmır. Bu Azərbaycan Respublikasının büdcəsi, sərvətləri, hər nəyi məmurlarındır. Yalnız məmur bağlarına aiddir. Dədə-babalarından bunlara miras qalıb, bu Azərbaycan sərvəti. Bu günləri mən 180 manat pensiya alıramsa, 3 övqad ondan böyüdürəmsə, 5000 manata etiraz edir sizin məmurlarınız. 5000 manat pensiya aldığına görə dövlətin məhkəməyə verir ki, mənə az, bəs 300 manat alanlar niyə fikirləşmirlər? Bəs mənim kimi 180 manat, ikinci qrup gözdən əlil, bu da bir gözüm də yoxdur. Bəs biz dərdimizi kimə deyək onda? Olan olmazımız da, bu da əlimdə məhkəmə qətnamaları dövlət qurumunda ala bilmirəm. Kimə biz dərdimizi deməliyik, cənab prezident? Axı biz kimə deməliyik ki, bu məsələ həllin olsun? Mən minlərlə sizə məktub yazmışam, cənab prezident. Yüzlərlə dövlət qurum rəhbərlərinin qabulunda olmuşam. Lakin daşdan səs çıxır, dövlətin konstitusiyasından, dövlətin qanunlarından, dövlətin məhkəmə qətnamalarından səs çıxmır. Bugün xaricdə oturub Azərbaycanın dalınca danışanlar elə bilirsiniz ki, onlar boş-boşda danışırlar. Xeyr, onlar da bu məmur zülmündən maruz qalıblar. Onlar da bu məmurların zülmündən qaçıblar. Onlara da bu məmurlar zülm ediblər Azərbaycanda. Mənim kimi, mən dayı
Döymədiyim qapı qalmayıb, müraciət eləmədiyim şəxs qalmayıb. Axı nə üçün ki, milyardlar Azərbaycandan oğurlana bilər, milyonlarla Azərbaycan içində milyonluq həyat tərzi sürürlər, xaricdə milyardlıq. Amma dövlətin adından çıxardılan məhkəmə qətnamlarına 5-10 manatı verməyə bunların gücü çatmır. Cənab Prezident, xahiş edirəm sizdən, Azərbaycan Respublikasının vətəndaşı kimi bu məsələyə ciddi yanaşın. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mənə də emisyan ödənilməsini hal-hazırda borcu təşkilat olan Kiçik Qızılağac Balıq Artırma Təsərrüfatı, Kənd Təsərrüfatı Nazirliyinin tabirinə verilib, bu məsələyə müsbət yanaşılmasını və Azərbaycan Respublikasının adından çıxardılan məhkəmə qətnamasının icra olunmasını tələb edirəm. Abbasov Dadaş Nasifoğlu kimi şəxslərin və onların tasmasını tutan nazirlikdə oturan yüksək vəzifəli şəxslərin öz başlarına son verilməsini xahiş edirəm. Niyə bugünkü günə qədər vətəndaşa ziyan vuran məhkəmə qətnamaları ilə vətəndaşın xeyrinə məhkəmə qətnamaları çıxardığı halda niyə bugünkü günə qədər Abbasov Dadaş Nasifoğlu cəzalandırılmayıb? Mən cənab Prezident sizə, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, xüsusən də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, hal-hazırda ki bu qurum verilib Kənd Təsərrüfatı Nazirliyinə, onlara da sual edirəm. Niyə bu şəxs bu günə kimi cəzalandırılmayıb? Nə üçün? Kimdən yedi bu pulları? Kimə verdi? Niyə ondan pulları alan şəxslər bunun tərəfini saxlayırlar? Niyə lal olub dinmirlər Ekologiya Təbii Sərvətlər Nazirinə neçə illər dinmədilər? Nə üçün? Çünki hamısının gözü kölgələrdir. Çünki çörək yediyi qabı mundarlayıblar bunlar. Çünki bunlar mundardılar. Mundardılar. Abbasov Dadaş və Dadaşov onun tasmasını tutanlar Ekologiya Nazirliyində oturan şəxslər ki vardı. Çünki onlar munlardılar. Onların gözləri kölgəlidir. Onlar vətəndaşın bir manatını öz bağlarına yedizdiriblər. Çünki onların bağlarının da burnundan gələcək. Cənab Prezident, bu məsələyə ciddi yanaşmanızı xahiş edirəm və mənə də emisyanı Azərbaycan Respublikasının qətnamalarına əsasən alınıb mənə verilməsini tələb edirəm.